Salam, hər vaxtınız xeyir olsun. Mən Qacar Akademiyinin İngilis dili müəlliməsi Xədicə müəllimə. Biz bugün yenə tələbələrin ən çox elədiyi səhvlər, ən çətinlik çəkdiyi mövzu haqqında danışacağıq. Və heç narahat olmayın, bu mövzuda təkcə çətinlik çəkən siz deyilsiniz. Hətta bəzi tələbələrimiz bildirir ki, bizə prepositionlarla bağlı artıq bizim travmalarımız var. Bugün o travmaların hamısını həll etməyə çalışacağıq. Bugün əsas 3 söz və feilin qarşısında prepositionların istifadəsi haqqında danışacağıq. Birincisi were, ikincisi arrive, üçüncüsü isə angry. Gəlin indi istifadə məqamlarına baxaq. Biz nə zaman verbdən sonra in istifadə edirik, nə zaman for, nə zaman as istifadə edirik. Gəlin buradan bir qrafdan yazaq. Work, yazaq in, as və for yazaq. Deməli gənclər, biz nə zaman verbdən sonra in istifadə edirik? Biz işlədiyimiz yeri bildirəndə, məkanı bildirəndə verbdən sonra in istifadə edirik. Burada belə bir formada qeyd edəcəyəm. Verbdən sonra in istifadə ediriksə, indən sonra da yerin adı gəlməlidir. Məsələn, deyirəm ki, I work in course. Məsələn, mən kursda işləyirəm. In place, burada olduğu yer adı. As nə zaman istifadə olur? As'dən sonra işinizin nə olduğu gələndə. Məsələn, deyirəm ki, I work as a doctor və ya my father works as doctor. İşimi bildirdim ki, atam və ya mən həkim olaraq, həkim kimi işləyirik. Sonra for nə zaman istifadə olunur deyirik. Fordan sonra mütləq işlədiyimiz yerin adı gəldikdə, o zaman biz fordan istifadə edirik. Yazıram burada neyim? Yəni company. Şirkətin adı. Məsələn, deyirəm ki, I work for Qacar Akademi. Okay? İndi, baxıram yazdığımız cümlədə I work yazmışam və shop center, alışveriş mərkəzində. İndi biz dedik ki, bu yer adı da alışveriş, harda işlədiyim bilindir. Ona görə mən burada seçirəm ini. I work in shop center. Baxıram ikinci cümləmə. İkinci cümləmə baxıram. Aha, indi gəlin ikinci cümləmizə baxaq. Yazmışıq we arrived New York yesterday. İndi mən burada in istifadə edərəm, at istifadə edərəm. Gəlin buradan eyni formada yazaq. Arrive nə zaman istifadə olunur? Arrive'dan sonra in nə zaman istifadə olunur? At nə zaman istifadə olunur? Deməli gənclər, biz arrive'dan sonra in istifadə edirik. Bunu da iki yerə ayırın. City or country, ölkə gələndə. Məsələn, deyirik ki, I arrived in Bakı, məsələn, yesterday. Mən Bakıya dünən çatdım, dünən gəldim deyirəm. O zaman şəhər ölkə olanda istifadə etdim ini. Əti nə zaman istifadə edirəm? Spesifik yerlərdə yazaq. Places. Məsələn, deyirəm ki, I arrived at my friend's birthday party. Məsələn, dostumun ad günü şənliyinə çatmışam. O zaman istifadə elədim ətdən. İndi baxıram yazdığım cümləyə. We arrived New York yesterday. New York şəhər adı olduğu üçün bildim ki, burada in istifadə etməliyəm. Oldu A. Baxıram üçüncü suala. Üçüncüdə yazdım ki, teacher is angry, there traffic. Ya burada with olar, ya about olar. Deməli, angry yazıram yenə eyni formada. Nə zaman? With işlənər, nə zaman? About işlənər. About. Deməli gənclər, əgər biz bir kimsəyə əsəbləşdiyimizi bildiririksə, bir insanlara əsəbləşdiyimi bildirirəmsə, o zaman bizdən istifadə edirəm. Ona görə buradan yazıram biləsiz deyə someone. Bir kimsəyə. About isə nəyə əsəbləşdiyimizi, hansı mövzu haqqında əsəbləşdirdiyimizi bildirəndə istifadə edirik. Burada yazıram something. Nəyəsə, bir şeyə əsəbləşdiyimizi. İndi baxıram. Teacher is angry. Müəllimə əsəbləşib. Nəyə görə əsəbidir müəllimə? About trafik olar. Biz, çünki trafik burada bir insan, bir kimsə deyil ki, biz müəllimə əsəbləşək tıxac haqqında əsəbləşək. Ona görə burada mən yazıram about-u. Baxın, məsələn, belə deyirəm ki, əgər biri mənə əsəbləşibsə, o zaman deyirəm biz, məsələn, deyirəm ki, my friend is angry with me. Mənə əsəbidir. Amma mənim etdiyim hər hansı hərəkəti bildirirəm ki, məsələn, dostum mənim hansısa hərəkətimə görə mənə əsəbidirsə, o zaman about-la deyəcəm bu cümləni. Aydın oldu mu bizə gənclər?
Ondan sonra bir neçə cümlə yazacağım sizə. Siz bu cümlələrdə uyğun prepositionları qeyd edəcəksiniz. Eyni bu qaydada work, arrive və angry ilə bağlı cümlələr yazacağım. Yorumlarda cavablamağı unutmayın. İndi mən yazacağım cümlələri və siz də cavabları qeyd edərsiniz. Aha gençler, yazmalı olduğunuz cümleler buradadır. Cümlenin qarşısındakı mənbəyə uyğun, hansı preposition'un uyğun gəldiyini yazsınız yorumlarda mənim üçün kifayətdir. Hamınızın cavablarına baxıb fikrimi bildirəcəm. İnşallah hər kəs üçün anlaşılır olmuşdur. İnşallah növbəti videolarımızda görüşənədək sağ olun.